Doğrusu heç dədəm biz tərəfə yaxın durmurdu. Bu başqa temadır aşkım. Çatdırmanı özün etdiyin vaxt olur. Olub. Arvadı özünü soxmaya çalışır, uşağı bəhanə edib. Ay qızı onun atası deyə həmişə onların münasibəti olacaq. Ücə yersiz daha bilmirdin ki, danışacaqlar. Uşağı varsa yoldaşın hərdən gedib gəlir ora. Əlbəttə. Gedəcək də, gələcək də, danışacaqlar da. Bu normal bir şeydir. Bunu qəbul eləmirsən, все. Oxu da, görmürəm axı. Necə olmuyor, baxı, hərisi olmuşdu. Həri nişandır. Nişan olmuyor məndə. İndi heç hərili falan da deyiləm. Botoksa gedəcəm. Ayrıldım, bəli. İkinci dəfə yenə alınmadı qızlar. Dodaq etdirməyəcəm, hələ qorxuram. Məni takip eləyin ki, xəbəriniz olsun. Dilək dediyin fen nə üçündür? Hansı da Dyson'ındır? Açıqlama gətirin də, mənə maraqlıdır, niyə belə düşünürsünüz? Dyson'ın bir növüdür. Dyson'dırsa al. 25 yaşa olar ha, niyə olmur ki botoks? $320 manat endirimə düşüb, ola bilməz. Nur serum saçı uzadır. Sözün düz gəlmirsə bu başdan ailə qurma. Mən istifadə etdim 4 ton. Qaşlarımı açmamışam. Burası saçıma qoyduğumdan qaşıma da qoymuşum. Amin. Qızlar, mənə niyə yorursunuz ki? Bir şey ikinci dəfədir ki, alınmır da. Elə bir arzunuz deyil ki, gedim boşanım, qarnımda da biri ilə qayıdım. Mənə bunu arzuluyursunuz bir qız olaraq. Nəyə görə mənə başa düşmək istəmirsiniz? Alınmadı da qızlar, alınmır. Heç nə alınmır bizdə. Vəssalam. Sizin bilməli olduğunuz bu qədərdir. Cəmaət gedir, boşanır, yenə ailə qurur. Nişan nədir? Keç nişan olmayıb, hə olub. Normal, nə pis danışıram, nə bir şey. Sizə, nə bilim, taxsır nədir ürəyim? Deyirəm, alınmır. Nə taxsır?
Taxsır nə deməkdir? Deyir, sabahsı gün qaydanda heç kim adama yeyə durmur, heç kimə fikirləşmə. Mən bədbəxtəm demirdim ki, aşkım, alınmır da deyirəm. Ailə həyatı ciddidir, boşanmaqdansa göz nəfs teması deyil, aşkım. Hər şey ona bağlamır. Dilək, aşkım, yox, başqa temadır, hə? Çöl tufandı bacım, uçulur. Nə demirsiniz? Nə deyim, deyirəm, alınmadı da. Neyim, səviyyəsi kimi oturum burada ağzımı açım danışım, alınmadı da qızlar. Mənə yaraşdırarsınız, oturum nəsə burada hoqqa verim. Ayıb da, mənə yaraşmaz ya, mən adıma. Alınmadı xasiyyətiniz. Bambıl oturum dən danışım. Yağış var sabah. Aşkım, cəmaət qədər uşaq dünyaya gətirir, ayrılır. Onda hakim də desin ki, nə oldu, nə alınmadı, bir dənə qucağında, biri də qarnında var. O nə temadır? Allah hamının yolunu açıq eləsin. Hər kəsin. Mən də dedim də sizə, alınmadı ikinci dəfə. Bir şey ki, ikinci dəfə yenə olmadı. Sizə də. Qızlar, sevgidən də qabaq şeylər var, yəni çox da şey eləməyin. Onsuz da danışmayacağım, yəni heç nə. Alınmadı sadəcə. Hər şeylə sevgiyə, nəyə bağlamayın. Həyatda ondan dəyərli şeylər var. Məndən də ki, heç vaxt görməyəcəksiniz ki, mən kiminsə oturum haqqında pis danışım. Mən elə qız deyiləm. Nuş olsun, sağ ol aşkım. Qızıl daha.
Burun liftingi 3 həftə oturur. Mələyim düzdür. Salam. Hamımız üçün inşallah. Mənə yazıblar ki, mənə yaraşdırmırlar ikinci dəfə üzük qaytarmağımı. Gedib qarnımda da biri ilə qayıtmalıydım. Evli deyiləm. Olmamışam da, boşanmamışam da. Allah yolunu açıq eləsin ürəyim. Makyajlısan, yox. Qızlar, sizə bir söz deyim. Bu yaxşı bir şey deyil. İndi deyəcəyim belə övünüləsi bir şey deyil. Başa düşdünüz, yaxşı bir şey deyil. Sənə bu adi gələ bilər. Mənim üçün adi deyil. İstəyirsən buna görə mənə denən ki, özündən razı. İstəyirsən buna görə mənə qancıq denəm. İstəyirsən buna görə mənə it xasiyyət denəm. Bax, belə nə deyirsən denəm. Heç mənim vecimə də deyil. Başa düşdüm. Yəni, sən ola bilər deyərsən ki, buna, məsələn, o söz olur, buna dözüb oturmadı. Nə bilim, neynə. Yəni, sizin nətər baş salmayı sizə onu. Yəni, bəlkə də oradan baxıb deyirsən ki, Aygülə baxı, ikinci dəfə bunu elədi. Gözünüzün qabağında oldu hər şey. Düzdürmü? Birincisi, sən hər şeyi nə bilə bilərsən, nə oldu, nə olmadı. Bu bir. İkinci növbədə ki, hamı da elə şey deyil. Mesela balaca şeylər var ki, sən ona dözürsən. Mən demirəm, nəsə olub. Mən ümumiyyətlə sizi başa salmağa çalışıram. Bu sənə adi gəlir. O adidir. Ayrıca mən burada 2 dənə şey taxmışam, deyirlər nə çoxdur. Başa düşdünüz? Adicə ən adi bir şey götürək də. Bunları taxmışam. Deyirsiniz ki, nə çoxdur. Sənə bu mən üçün çox deyil, qəşəngdir, xoşuma gəlir. Mənim deyir, başa düşün, problem sizdə olub deyir. Problem məndə olsa məndən ikinci dəfə barışmaq istəyərdi sizcə. Bir qızın adına belə söz deməyin heç vaxt. Sadəcə olaraq, mən bir balaca bir şeydən artıq o insandan soyuram, başa düşdünüz. Bu mənim özümdən asılı deyil. Mən anam ikinci dəfə üstümə belə möhkəm qışqırır, mən küsürəm ondan. Yəni, ən balaca şeylər. Sizin üçün normal bir şey ola bilər. Mənim üçün normal deyil. Kimsə də mənə deyəcək ki, 30 yaşı var, ikinci dəfə bu üzük qaytardı, nə bilim, heç vecimə də deyil. Bir kəlməyə görə özüm bədbəxt eləyəsi deyiləm. Alınmadı, vəssalam. Burada ölüm yoxdur, İraq olsun. Qızıl da, hə. İraq olsun, evlənib boşanmamışam. Qucağımda biri yoxdur, bu da pis bir şey deyil, yanlış anlamayın. Yəni, belə, başa düşdünüz nə demək istəyirəm. Ona görə çox da belə